Mən ustadımı həmişə yaxşı qələmə verim. Mənim müəllimim deyib ki, gəl orada nəfəslə o mahnını oxu. O, niyə görə kimi hansısa oxuyanlara, hansısa yazıcılara, nə bilim, hansısa, nə bilim, meyxanaçıya, niyə, hansısa xanəndiyə, niyə ləzzət eləmir? Düppədüz. Bu günləri mən yalvarmamışam ki, kiməsə, qurban olun, mənim mahnımı trend eləyir. Düzdür. Heç 5.000, 6.000, 7.000 manat xərclədiyim mahnı olub ki, Trendə düşmür. heç 1 milyon gəlməyib. Allah. Bu mahnıya mən 1 manat pul xərcləməmişəm. Bir həftə içində 1 milyon oldu, indi 4 milyondur. 4 Bir milyon ayda da trend birdən düşmür. Amma trend bir oldu, olmadı. Yəni o demək Bunu bayaqdan istəyirdim səndən işləyir ki, trend bir oldu, olmadı. Cəmaat YouTube'da sənə baxıb toya çağırmır. Trend bir oldu, olmadı. Yəni mən yenə pünhanam, yenə toyumu oxuyuram. Bu yaxında indi sabahda, birisi gündə bir mahnımız var inşallah, o da gələcək. Öz mahnım elə bil ki, bu mahnını trenddən çıxardacaq, yenə öz mahnım o trendə düşəcək. Mənim bu yerə gəlməyimdə heç vaxt deyə bilməz ki, kimsə Pünhan ilə birdən-birə gəldi bura. Mən neçə illər zülüm çəkmişəm, əziyyət çəkmişəm. Bu illər şükür Allaha onun bəhrəsini görürəm. Bəli. Kiməsə deməmişəm ki, sənə qurban olum, mən pul verir.